Müğənni Nadir Qafarzadənin səhhətində problem yaranıb. İki sayılı xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb. O, səhhətindəki problemin səbəbini açıqlamasa da, sağlamlığı ilə əlaqədar əməliyyat olunduğunu bildirib. Oruçlarımız qəbul olsun, tutanların əlbəttə. Allah sevsin sizin hər birinizi. Allah'ın deyir, qanadı üzərinizdən əksik olmasın. Minnətdaram sizə hər şeyə görə. Dostlarım gəldilər, dəydilər. Baş çəkdilər mənə. Düzdür, böyük ağır əməliyyatda olmasa 1 saat idi hər halda, saat yarısı var. Aura Medical xəstəxanasına mən təşəkkür edirəm. Bütün həkim heyətinə, medsistraları, tibb bacıları yəni. Əziyyət çəkdilər, diqqətləri bir an belə üzərimdən əksik olmadı. Çox təşəkkür edirəm. Var olasınız. Heç vaxt heç kim xəstələnməsin. Yolunuz xəstəxanalardan çox az düşsün, o da belə profilaktik özünüzü yoxlamaq üçün. Narkozdan ayrıldım, şükür Allah'a. 1 saat var ki ayrılmışam. Dostlarım yazırlar. Burada hər şey yaxşıdır mənim üçün. Bütün şəraiti qurublar. Yemək yeyə bilmərəm, o acından ödürəm. Yemək yeyə bilmərəm. Sizi öpürəm. Çox sağ olun. Yaxşı ki varımsınız. Allah siz mənə çox görməsin.